İnşallah. Demək, Bəqərə surəsi 62-ci ayədən başlayaraq izahlı təcvid qaydasında dərslərimiz davam edəcək. İndi başlayıram Bismillah ayəni oxumağa. İnnellezine amenu vellezine hadu. İnnellezine dedikdə burada innə gördüyünüz kimi burada şəddəlidir, təşdidlidir və buna mə'al-gunnə deyirlər. İdğam mə'al-gunnə. Bu hərif şəddəli olduğuna görə burun daxilində kəskin şəkildə sıxılacaq, təxminən 2 saniyə müddətində sıxılacaq və innədən sonra əlləzinə birləşdirəcək bunu, bu kəlməni. İnnəlləzinə. İnnellezine. Burada ellezine kəlməsində burada da şəddəli ləmi incə deyəcəyik. Sonra zi, pərtəy zə hərfidir. Bu zi 2 səs qədər uzanır. Çünki pərtəy zəl hərfindən sonra məd gəlir. İnnellezine əmənu. Burada 2 səs qədər qaldırılacaq. Çünki əlifin üstündə nə var? Məd var. Bu bizə 2 səs qədər qaldırmağı əmr edir. Əmənu. Mim hərfi incə samitlər qrupuna aiddir. Nu 2 səs qaldırılacaq. Çünki nun hərfindən sonra təbi mərdi hərf gəlir. Vəf hərfi gəlir. Əmənu. Vəllezine. Vəf hərfi burada dodaqlar gönçələnəcək. Və deyəcəyik. Vəllezine. Ləm. Şəddəli ləm. İncə deyiləcək. Zi. Pərtəy zi yenə uzanacaq. Çünki təbi mədli hərf gəlib özündən sonra. Vəllezine. Hədu. Hə 2 səs uzadılacaq. Çünki hədən sonra əlif gəlir və hərfin məxrəci boğazımızın aşağısından olacaq. Boğazın aşağı hissəsindən çıxarılacaq. Hədu. Dəl hərfi incə samitə qrupuna aiddir. Dilimizdəki d hərfi kimi olacaq. Hədu. وَالنَّصَارَى Zəf hərfinin məxrəci dodaqlarımız gönçələnəcək və deyəcəyik. وَالنَّصَا Demək, burada incə hərfin məxrəcindən çıxıb qalın samitin məxrəcinə girəcəyik. Həm də vənnəsara kəlməsində izhar-ı şəmsiyə var. Yəni, vənnəsara vəl-nəsara idi. Nun hərfi şəmsiyə samiti olduğuna görə vəl-nəsara oldu vənnəsara. Demək, burada izhar-ı şəmsiyə rol oynadı. Nun hərfinin məxrəcindən çıxaraq sad hərfinin məxrəcinə giririk. Vənnəsara. Sad hərfinin məxrəci demək dilimiz kökdən yuxarı qaldırılacaq və qalın sad hərfini deyəcəyik. Vənnəsara. Bir də deyirəm. Vənnəsara. Sad hərfin dediyi məxrəcini ra. Ra da 2 səs qədər qaldırılacaq. Çünki ra hərfindən sonra təbi mərdi hərf yə gəlir. Ra qalın oxunacaq. Çünki burada ra'nın hökmlərindədir. Əgər ra'dan əvvəl i gələrsə o incə oxunacaq, tərqiq oxunacaq. Amma burada bu təxfim oxunacaq, qalın oxunacaq. Ra'nın məxrəci dil yuxarı üst dişin altındakı ətə dəyəcək. Vənnəsara
Və sabiinə və sabiinə burada vəvin məxrəcindən çıxıb sad hərfinin məxrəcinə girməliyik. Amma bəzi vaxtı Quran oxuyanlar sad hərfini görürlər və sadın qalınlığını vəv hərfinə verirlər. Bu da belə təcvid qaydalarına ziddir. Və sabiinə, və sabiinə demək olmaz. Və sabiinə burada izhari şəmsiyə var. Əslində vəl sabiinə idi. Amma sad hərfi şəmsiyə hərfi olduğuna görə vəl sabiinə oldu və sabiinə şəklində oldu. Biinədə və sabiinə bə incə samit, iki səs qədər uzanacaq. Çünki təbi mərdi hərf var burada yə. Və sabiinə mən əmənə. Mən əmənə. Mən burada nun hərfi izhar olacaq, burunda deyiləcək. Mən əmənə. Mən əmənə. Burada nun hərfi burunda izhar olacaq. Əmənə. İki səs qədər qaldırılacaq. Mə incə samit, nun incə samit. Billahi. Billahi ləfz-i cəlalə, billahi yox, billahi şəklində oxunacaq Allah kəlməsi. Çünki Allah kəlməsindən öncə nə gəlir? Kəsrə gəlir. Billahi, lə, iki səs qədər qaldırılır. Sonra vəl yevmil əxir. Vəl-yevmil əxiri. Burada vəf hərfi, dodaqlar qönçələnir, deyilir. Ləm hərfinin məxrəci saxlanılır. Vəl-yevmil əxiri. Yevmi kəlməsində diftong incə oxunacaq. Yavmu yox, yavmil əxiri şəklində oxunacaq. Diftoklara çox diqqətli olmaq lazımdır. Vəl yavmil ləm saxlanılır məxrəci 2 saniyə incə. Əl-əxiri, 2 səs qədər qaldırılacaq. Xa hərfi boğazın yuxarısından çıxarılacaq, qalın hərfdir. Ri dedikdə ra hərfi burada incə oxunacaq. Çünki ra hərfindən sonra kəsrə gəlir. Sonra və-amilə. 4 dənə hərf incə hərfdir. Və-amilə. Vəf hərfinin məxrəci, dodaqlar qönçələnir və deyirik. Və-amilə. Qayn hərfi boğazın ortasından çıxarılır. Mi incə samit, lə incə samit. Belə deyəcəyik. Bir də deyirəm. Və-amilə. Və-amilə. Salihən. Salihən. Bax, bu kəlmədə sa qalın hərfdir. Demək, dil kökdən yuxarı qaldırılacaq. Dolu sad hərfini deyəcəyik. Salihən. Sali, li incə samit. Hän dedikdə burada boğaz həsidir. Boğazın ortasından çıxarılır. Ən burada tənvindəki olan nun səsi fəyə yetişir. İxva olacaq. İxva demək nun səsinin 1/3 fənin məxrəcində gizlədiləcək. Burada fənin məxrəci yuxarı üst dişlə alt dodağın arasında olacaq.
Nun hərfi də, bax, nun səsi də bu fədə gizlədiləcək. İndi mən ixvanı eləyirəm. Salihan fələhum. Salihan fələhum. Sanki fə hərfinin də məxrəci eşidilir. Fələhum, fə incə samit, lə incə samit, hu dolu oxunur, mim burada izhar edilir, ağız yumulur və mim hərfini izhar edirik. Fələhum əcruhum, əcruhum. Burada cim qəlqələ hərfidir. İyə meyilli, ru qalın, hu burada hunun məxrəci boğazın aşağısından çıxarılacaq. Mim hərfini də ağız yumularaq neyəcəyik? İzhar eləyəcəyik bu hərfin məxrəcini. Əcruhum, cim qəlqələ hərfi, əcruhum ində rabbihim, ində rabbihim. Bu ində rabbihim kəlməsində nun dələ yetişir, ixva olacaq. Nunun 1/3 hissəsi dəlin məxrəcində gizlədiləcək və dəl hərfi də dilimizdəki d hərfinin məxrəci kimidir. Nunu gizlədəcək dəlin məxrəcində. İndə Rabbihim, ra qalın, 2 dənə şəddəli bə hərfi var, incə, Rabbihim. Hə hərfi boğazın aşağısından çıxarılır və incə oxunacaq. Rabbihim. Burada gördüyünüz kimi yuxarıda səktə işarəsi qoyulub. Səktədə nə etmək lazımdır? Bir əlif miqdarında dayanıb və sonra vələ xavfun kəlməsinə keçəcəyik. Rabbihim və lə xavfun və lə vəf hərfi dodaqlar qönçələnəcək və və deyəcək və lə incə oxunacaq. Xavfun, xavfun, xa qalın, xavfun. Sonra burada fundakı burada nun izhar olacaq. Xavfun burunda deyiləcək. Aleyhim, aleyhim. Ayn hərfi boğazın ortasından çıxarılacaq. Ləm hərfi incə samit. Yə hərfinin üstündə neyəcək? 2 saniyə müddətində dayanıb hərfi izhar edəcəyik. Hi hərfi incə oxunacaq. Aleyhim, aleyhim. Vələhum, vələhum yəhzənun. Vəv hərfinin məxrəci dediyimiz kimi dodaqlar qönçələnəcək və deyəcək və lə 2 səs qədər uzadılacaq. Hum, burada hum dedikdə hu dolu oxunacaq. Hum, ağız yumulacaq mim hərfində. Və ləhum yəhzənun, yəhzənun şəklində oxuyacağıq. Yəhzənun kəlməsində sükunlarda diqqətli olmalıyıq. Keçən dərsdə də bunun haqqında dedik. Əgər kəlmədə 2 sükun varsa və yaxud 1 sükun varsa, fərq etməz. Demək, orada sükunu yaxşı bildirmək, izhar eləmək lazımdır. Onda kəlmə də rahatlıqla oxunacaq. Yəhzənun, yəhzənun. Burada demək, zeyn hərfi dilimizdəki z hərfi kimidir. Nu 4 hərəkət miqdarında uzadılacaq. Mədd ariz olacaq, çünki ayə qutarır. Nun hərfinin üstündə fəthə atılacaq. Bura bir sükun gələcək və nunu da izhar edəcəyik. Oxuyuram.
Yahzanun. Burunda. Yahzanun. Və bu şəkildə vəqf edəcəyik. Keçirik Bəqərə surəsi 63-cü ayə. Və iz əxaznə. Baxın zələrin məxrəcinə. Və iz əxaznə. Zəf hərfi. Dodaqlar qönçələnir. Ə deyirik. Və iz. Pərtək zı. Pərtək zəl hərfi. Dilimiz iki dişin arasına xəfif girəcək, daxil olaraq pərtək zə deyirik. Və iz əxaznə kəlməsində xa qalın, zəl hərfi burada incə, nə incə. Ona görə qalın məxrəzin hərfindən bu qalın hərfli məxrəzin qalın hərfdən çıxıb incə hərfin demək məxrəzinə düşmək lazımdır. Əxaz və iz əxaznə misəqakum. Mi iki səs, çünki burada təbi məddi bir hərf var. Mi, sə, pəltək, iki səs qədər qaldıracaq. Mi, sə, qaqum. Qaf hərfinin məxrəci diqqət eləmək lazımdır ki, qafla kəf hərfinin hibridindən ibarətdir bu hərf. Mi, sə, qaqum yox, mi, sə, qaqum şəklində bu hərfin məxrəcini deməliyik. Kəf hərfi incə hərflər qrupuna aiddir. Kəfin məxrəci demək dilin axırı və dilçəyin sonundadır. Mim hərfini də izhar edəcəyik. Misəqakum ağız yumuldu. Və rafa'na zəf hərfini tələffüz edərkən dodaqlar qönçələnir, ə deyirik. Və rafa'na ra qalın oxunacaq ra. Ra'nın məxrəci demək dilimiz yuxarı üst işin altında ətə dəyəcək. Və rafa'na fə incə samit, ayn incə samitdir, üstündə demək qalacaq, tormuzlanma. Və rafa'na nə burada iki məd qədər uzadılacaq. Fəvqakumu fəv incə, fəv deyəcəyik, qa, ku, muttur. Bir də oxuyuram. Fəvqakumuttur. Bu şəkildə oxuyacağıq. Fəvqakumuttur kəlməsində burada əslində kumu, bax, kum idi. Burada bir sükun burada, bir sükun da ta hərfinin üstündə idi. Yəni, şəddəli ta'nın biri sükun, biri isə zəmməlidir. İki dənə sükun toqquşduğuna görə buna ərəb dilində iltiqai sakineyni deyirlər. İki sükun dalbadal gələ bilməz ərəb dilində. Hecanın açılmağı üçün mimin üstündəki sükunu götürürlər və buraya köməkçi sait artırırlar və hecada açılır. Fəvqakumuttur. Fəvqakumuttur şəklində oxuyacağıq. Ayənin axırında ra'nın üstündəki fəthə atılacaq və bura bir sükun gələcək. Ra qalın oxunacaq. Du dedikdə 4 hərəkət miqdarında uzadılacaq. Bax bu. Bir də oxuyuram.
Fəvqakumut tur. Ra da qalın oxundu. Xuzu, xuzu mə ətəynəkum. Xuzu, xa qalın hərfdir. Zəl incə və pəltək. Xuzu mə ətəynəkum. Burada mə, gördüyünüz kimi üstündə məd var. Mə ətəynədən ayrıdır. Ətəynə feildir. Mə isə burada nə gedəcək? Nisbə əvəzlik gedəcək. Ona görə də məd burada ətəynədən ayrıdır. Olacaq mədd-i münfəsil. 3 hərəkə. Mə ətəynəkum. İki səs. Əlifin üstündə məd var. Tə incə samit. Yə incə samit. Nə incə samit. Ətəynəkum. Mim hərfi burada ixva olacaq. Mim bəyə yetişir. Və dodaqlar biraz açıq vəziyyətdə qalacaq. Mimi bəyə ixva edirik. Bir də oxuyuram. Ətəynəkum bi quvvətin vəzkuru. Ətəynəkum bi quvvətin. Gördüyünüz kimi mim bəyə ixva olundu. Dodaqlar açıq qalmalıdır. Bi quvvətin vəzkuru. Bi quvvətin vəzkuru. Burada bir quvvətində demək idğam olacaq. Tindəki nun səsi vəvə dəyəcək. İdğam mə'al-ğunnə olacaq. Yəni burada olan nun səsi vəvə yetişəcək, dəyəcək. Nunu vəvə çevirəcək. Bu idğam-ı naqiz şəklində olacaq. Bi quvvətin. 2 dənə idğam dalbadal gəlir. Bi quvvətin vəzkuru. Bir də deyirəm. Bi quvvətin vəzkuru. Vəzkuru. Zəl hərfinin məxrəci demək dilimiz xəfif şəkildə 2 dişin arasına girəcək. Vəzkuru şəklində deyəcəyik. Kəf hərfi incə samit. Kəfin məxrəci dilin sonu və dilçəyin axırındadır. Kuru, vəzkuru, ra dolu oxunacaq. Vəzkuru, mə, 2 səs. Fihi, fihidə, hidə də uzunluq olacaq. Gördüyünüz kimi yazılıb. Yox, uzunluq olmayacaq. Fi, mədd-i əlif burada fiyə aiddir. Fihi, fi, 2 səs. Hi uzanmayacaq. Fihi, ləğəlləkum təttəqun. Ləğəlləkum təttəqun. Lə, burada incə, ayn incə, təşdidli ləm incə, ku, kəf hərfi ku incə, mim izhar eləyəcək bu hərfi. Ləğəlləkum, ağız yumuldu, mimi dedik. Təttəqun. Təttəqun. Təttəqun kəlməsində 2 tələr incə samitdir. Dilimizdəki t hərfinin məxrəci kimidir? Qaf qalın hərfdir. Qu kəlməsi 4 hərəkə miqdarında uzadılacaq. Çünki mədd-i aris hökmündə olacaq. Nunun üstündə fəthə atılacaq və nunun üstünə sükun gələcək. Nunu da burunda izhar etməliyik. Təttəqun. Gördüyünüz kimi nun eşidildi. İndi növbəti ayəyə keçək. Demək, Bəqərə surəsi bizdə olacaq. Demək, 64-cü ayə. Thummə təvəlləytum. Thummə pəltək sə hərfi. Mim, 2 dənə şəddəli mim hərfi. İdğam mə'al-ğunnə. Thummə, burunda 2 saniyə sıxırıq.
Thumme tevelleytum. Tevelleytum. Te ince, vef ince, lem ince. Y'nin burada sükunlu izhar etməliyik. 2 saniyə müddətində qalmalıyıq. Dediyimiz kimi, əgər sözdə sükunlar varsa, onu çox məharətlə bölmək lazımdır. Burada gördüyünüz kimi 2 sükun var. Düzdür, burada bizdə idğam olacaq. Təvəlləytum idğam olacaq burada. Təvəlləytum min bə'di. Burada mimə yetişir idğam. Bir burada idğam var. Bir də nun bəyə yetişir iqlab. Təvəlləytum min bə'di. Burada nun bəyə yetişdikdə mim hərfinə çevrilir. Mim hərfinə ağız yumularaq 2 saniyə müddətində hərfin məxrəcini bildiririk. Bə'di deyirik sonra. Bə'di. Sükunda diqqətli olmalıyıq. Ani tormuzlanma. Bə'di. Bə incə samitdir. Ayn. Ani müddətdə tormuzlanma. Boğazın ortasından çıxarırıq. Bə'di. Zəlik. Zəlik kəlməsində zə 2 səs qədər qaldırılır. Li incə samit. Kəf sükun burada vəqf eləyəcək. Kəfin üstündə fəthə atılacaq və kəfin üstünə sükun gələcək. Zəlik. Zəlik. Kəf hərfinin və zə pəltək, li incə, kəf hərfinin məxrəci, demək dilin sonu və dilçəyin axırında olacaq. Hərfi məxrəcini açıq deməliyik, izhar eləməliyik. Zəlik. Zəlik şəklində deyəcəyik. Fələulə fəzlullahi. Fələu. Fə incə, ləu incə, fələu, lə, demək, 2 səs qədər uzadacaq. Fəzlullahi, fəzlullahi, fə incə, dad qalın. Bu hərfin məxrəci dil 2 dişin arasına sol tərəfdən girərək ani tormuzlanma verəcəyik. Dad hərfinin qalınlığını bildirməliyik. Ondan sonra qalın hərfin məxrəcindən çıxıb incə hərfin məxrəcinə girməliyik. Lə fəzlullahi. Bir də oxuyuram. Lə fəzlullahi. Lu incə oxunacaq. Fəzlullahi. Allah kəlməsi burada dolu oxunacaq. Çünki Allah kəlməsindən öncə nə gəlir? Zəmmə gəlir. Fəzlullahi. Aleykum. Aleykum. Ayn. Burada incə samit. Lə incə. Yə 2 saniyə bu hərfin üstündə qalacaq. İzhar eləyəcəyik. Aleykum. Kəf hərfi incə. Mim hərfi izhar. Ağzımızı burada yumacaq. Aleykum və rəhmətuhu və rəhmətuhu. Zəf hərfinin məxrəci dodaqlar qönçələnir. Ədiyəcəyik və ra qalın hə boğaz. Rəhmətuhu rəhmətuhu. Mə incə samit, tu incə, hu bura qalın oxunacaq və 2 səs qədər qaldırılacaq. Rəhmətuhu. Çünki aşağıda gördüyünüz kimi bir əlif miqdarı yazılıb. Yəni 2 səs qədər biz bunu neynəyəcəyik? O qaldıracağıq. Sonra rəhmətuhu ləkuntum. Ləkuntum. Lə incə samit, kəf incə, nun təyə yetişir ixva, nunun 1/3 hissəsi tənin məxrəcində gizlədiləcək. Dilimizdəki t hərfinin məxrəci kimidir? Lə kuntum
La kuntum mimi izhar edirik. Minel khasirin. Minel khasirin. Minel xasirin kəlməsində burada əslində minə min şəklində idi burada. Min ön qoşmadır. Min nunun üstündə demək sükun. Ləm burada ləm artikulunda olan sükunla toqqaşdı. İki dənə sükun burada toqqaşdığına görə hecanı açmaq üçün nunun üstündəki sükun atılaraq bura bir fəthə verildi. Minəl xasirin. Xa qalın, boğazın yuxarısından çıxarılacaq bu xanın məxrəci. Sin hərfi incə, ri incə olacaq. Minəl xasirin. Axırdakı burada nunun üstündə fəthə atılacaq və nunun üstünə sükun gələcək. Bəqərə surəsi 65-ci ayə. Və ləqad alimtumullezine atədəv. Bir də oxuyuram. Və ləqad alimtumullezine atədəv. Vəf hərfinin məxrəci dodaqlar qönçələnir, ədeyirik. Və ləqad. Lə incə samit, qaf qalın, qafla kəf hərfin bir hibridindən yaranıb bu hərf. Ləqad dəl hərfi qəlqələ, iyyə meyilli. Və ləqad alim ağız yumulur, mimi deyirik. Qayn hərfi boğazın ortasından çıxarılır. Li incə samit, mim sükunda diqqətli olmalıyıq. Ağız yumulur. Bunu mim hərfin məxrəcini izhar edirik. Alimtumullezine atədəv. Alimtumullezine atədəv. Alimtumu da tu incə samit, mu incə samit. Əlləzinə kəlməsinə burada ləmin üstündə şəddə var, incə, zi, pəltək, iki səs qədər uzadılacaq. Sonra əlləzinə kəlməsində nəni qaynin məxrəcinə neynəməliyik? Sıxmalıyıq. Nəğa şəklində oxuyacaq. Çünki arada burada nə var? Birləşdirici həmzə var. Demək, bir də oxuyuram. Alimtumullezine atədəv. Alimtumullezine atədəv. Burada qaynın üstündə tormuzlanma, ani müddət. Tədəv, tə incə samit. Tədəv şəklində deyəcəyik. Çox incə şəkildə bunu çıxaracaq. Minkum. Burada ixva var. Nun kəfə yetişir. İxva-i kubra olacaq. 3 saniyə müddətində nunun 1/3 hissəsi kəfin məxrəcində gizlədiləcək. Bir də oxuyuram. Kəfin məxrəci isə dilin sonu və dilçəyin axırındadır. 3 saniyə müddətində gizlədirik. Minkum şəklində deyəcəyik. Mimi də burada izhar edəcəyik. Fissəbti. Burada səbti kəlməsi, fi uzanmayacaq. Çünki təbi məddə hərfin olmağına baxmayaraq burada birləşdirici həmzə var. Fissəbti kəlməsində izhari şəmsiyyə var. Yəni, fissəbti əslində fil səbti idi. Sin hərfi şəmsiyyə hərfi olduğuna görə ləm hərfi sin hərfinə idğam oldu. Fissəbti. Bə hərfi qəlqələ,
azacıq i'yə meyilli. Fissəbti ti incə samitdir. Fəqulnə fəqulnə fə incə samit, qaf qalın hərfdir. Ləmin məxrəcini saxlayırıq. Fəqulnə nə iki səs qədər qaldırılır. Ləhum lə incə, hu dolu, mim izhar edirik bunu hərfi. Ləhum ağız yumulur, mim eşidilir. Ləhum kunu ku incə samit iki səs, nu iki səs. Qiradətən qiradətən xasiin qiradətən xasiin. Burada qaf hərfi qalın hərfdir. Amma qafdan sonra i eləcə i şəklində oxunacaq. Qiradətən ra qalın, də incə, tən dedikdə burada nun hərfi, nun səsi izhar olacaq. Qiradətən burunda. Qiradətən xasiin. Xa qalın, boğazın yuxarısından bu hərfin məxrəci çıxarılacaq. Si incə, i 4 hərəkət miqdarında uzadılacaq. Çünki ayə qutarır, mədd-i aris hökmündə olacaq. Nun hərfinin üstündə fəthə atılaraq bura bir sükun gələcək. Nun hərfini də burunda izhar edirik. Xasiin. Sonra 66, Bəqərə 66. Fəcəğəlnəhə fəcəğəlnəhə fə incə samit, cim incə, bir qədər dilimizdəki c hərfindən fərqli deyiləcək, yumuşaq. Ayn hərfi boğazın ortasından çıxarılır. Ləmin üstündə 2 saniyə dayanırıq. Fəcəğəlnə fəcəğəlnə nə 2 səs qədər qaldırılacaq. Hə hərfi boğazın aşağısından çıxarılır. Bu hərfin məxrəci 2 səs qədər uzadılacaq. Nəkələllimə nəkələllimə nəkə nun hərfi incə, kə incə, kə hərfinin məxrəci dilin sonu və dilçəyin axırındadır. Nəkələllimə nəkələllimə ləllimə də burada idğam bilağunnə var. Yəni, əndəki nun səsinin biri ləmə yetişir. Nun səsi ləmə çevrilir, idğam olur. Nəkələllimə nəkələllimə mə 2 səs qədər uzadılacaq. Bəynə bəynə bə incə samit, yə hərfi burada demək izhar olacaq. 2 saniyə bunun üstündə qalacaq. Bəynə gəlir yədəyhə yədəyhə yə incə samit, də incə, yə izhar edirik bu hərfi. 2 saniyə müddətində üstündə qalırıq. Yədəyhə hə hərfinin məxrəci boğazın aşağısından çıxarılacaq. 2 səs qədər uzadılacaq. Çünki hədən sonra təbi mədli əlif hərf gəlir, əlif. Və mə vəf. Vəf hərfinin məxrəci dodaqlar qönçələnir, ə deyirik. Və mə 2 səs qədər qaldırılacaq. Çünki mim hərfindən sonra əlif gəlir. Xalfəhə bəzi vaxtda Quran oxuyanlar bunu xalfəhə şəklində oxuyurlar. Belə oxumaq olmaz. Çünki incəliyi ləmin sükununa vermək lazımdır. Xalfəhə xal yox, xalfəhə fə incə samit, hə
boğazın aşağısından çıxarılır incə sami, incə hərfdir. Və zəf hərfi dodaqlar qönçələnir, ədirik. Və mə'izətən lil-muttəqin. Burada mə'izətən də çox diqqətli olmaq lazımdır. Niyə görə? Burada mə'u diftong, qayn incə hərf, qaynın məxrəcindən çıxıb zanın qalın hərfin məxrəcinə giririk. Qalın hərfinin məxrəcindən çıxıb incə hərfin məxrəcinə giririk. Həm də bu incə hərfdə bir dənə də idğam baş verəcək. Nun səsi ləmə yetişəcək. Burada çox diqqətli olmaq lazımdır. Və mə'izətən lil-muttəqin. Mə'izətən lil-muttəqin. Bəzi vaxtda Quran oxuyanlar zanın məxrəcindən çıxa bilmir, təni ağlaşdırır. Mə'izətən lil oxuyurlar. Mə'izətən lil. Amma zanın məxrəcindən çıxıb tənin məxrəcinə girmək lazımdır. Mə'izətən lil-muttəqin. Lil-muttəqin. İki dənə ləm dalbadal incə. Lil. Ləmin məxrəcini saxlayırıq. Muttəqin. Mu incə, tə incə. Muttəqin şəklində vəqf edəcəyik. Bəqərə surəsi 67-ci ayə. Və iz qalə Musə. Və iz qalə Musə. Və iz qalə Musə kəlməsində vəf hərfi dodaqlar qönçələnir. Ədiri və iz zəl hərfi burada pərtə hərfdir. Dil iki dişin arasına girir. Və iz izhar edirik. Və iz qalə qalın hərfdir. Qalın hərf. Lə incə. Və iz qalə Musə. Musə. Mu. İki səs. Sə iki səs. Burada mim hərfindən sonra təbi mərdi hərfi vəv gəlir. Sindən sonra yə hərfi gəlir. Musə. İki səs. Li qavmihi. Li qavmihi. Li incə. Qav qalın. Qav mi incə. Hi incə. Burada məddin növün aşkar eləyək. Burada mədddən sonra baxaq görək nə gəlir. Mədddən sonra həmzə gəlir. Və həmzə burada demək liqavmihi kəlməsində məd həmzədən ayrı işlənir. Niyə görə? Liqavmihi mənası qövmü üçün deməkdir. Amma innəllahə həqiqətən Allah deməkdir. İnnə ədatdır. Demək, innə demək məd həmzədən ayrı işlədildiyinə görə bu bizdə olacaq məddi münfəsil. 3 hərəkət miqdarında uzadacağıq. Liqavmihi 3 hərəkət dayanmırıq, davam edirik. Liqavmihi innəllahə. İnnəllahə kəlməsində innə idğam mə'al gunnə burunda şiddətlə sıxılacaq. Allah kəlməsi dolu oxunacaq. Çünki Allah kəlməsindən qabaq nə gəlir? Fəthə gəlir. İnnəllahə yə'murukum yə. Burada səs kəsilir ani müddətdə. Yə'murukum. Yə'murukum. Mu incə samit. Ru qalın. Kəf incə. Mim ağız yumulur. Yə'murukum. Ən təzbəhu kəlməsində nun təyə yetişir. İxva olur. Nunun 1/3 tənin məxrəcində gizlədilir. Ən təzbəhu. Ən təzbəhu. Nunu gizlətdik tənin məxrəcində. İndi zəlin məxrəcini aşkar eləməliyik. İzhar
Tez tezhebu üzr istəyirəm. Tezbehu en tezbehu bə incə samit hu boğazın ortasından çıxarılır. 2 hərf qədər 2 saniyə müddətində uzadılacaq. Bəqarah bəqarah bə incə samit qaf qalın ra da qalın oxunacaq. Təmərbutə vəqfə gedəndə hə hərfinə çevriləcək. Bəqarah şəklində dayanacağıq. Qalu ətəttəxizunə huzuvə. Bir də oxuyuram. Qalu ətəttəxizunə huzuvə. Qa 2 səs qalın 3 hərəkə miqdarında uzadılacaq. Bu olacaq bizə məddi münfəsil. Çünki qalu kəlməsi ətəttəxizudan ayrıdır. Burada niyə görə ayrıdır? Lu, qalu dedilər deməkdir. Burada sual ədatıdır. Mu, mi. Beləliklə məd həmzə buradan ayrı olacaq həmzədən. Ətəttəxizunə təttə, tə. Burada demək incə. Bu da incə. Xi. Xa hərfi qalın hərfdir. Amma ondan sonra elə i şəklində oxunacaq. Ətəttəxizunə zəl hərfi pəltək. Nə 2 səs qədər qaldırılacaq. Ətəttəxizunə huzuvə huzuvə şəklində vəqf edəcəyik. Hu dolu oxunacaq. Boğazın aşağısından çıxarılacaq bu hərif. Zu incə samit. Huzuvə şəklində vəqf edəcəyik. Qalə əğuzu qa qalın hərfdir. Qa 2 səs. Lə incə səs. Qalə əğuzu qayn hərfi burada qayn hərfindən sonra təbi məddi hərf vəf. Əğuzu uzadılacaq. 2 səs. Əğuzu zu pəltək. Billahi burada Allah kəlməsi ləfz-i cəlalə oxunacaq. Çünki Allah kəlməsindən öncə kəsrə gəldi. Billahi ən izhar burunda ən əkunə ku 2 səs qədər uzadılacaq. Minəl cəhilin minəl cəhilin kəlməsində burada minəl əslində min idi. 2 dənə sükun toqqaşdığına görə minin üstündəki sükun atıldı. Hecanın açılmağı üçün köməkçi fəthə gətirildi bura. Oldu minəl cəhilin. Burada izhari qəməriyyə var. Ləmin sükunu qalır. Minəl cə 2 səs cəhilin. Hi incə samit. Li məddi ariz olacaq. Çünki ayə qutarır. Nunun üstündə fəthə atılacaq. Bura sükun gələcək. Minəl cəhilin. Bugünkü dərsimiz bura qədər. Hörmətli izləyicilər, əgər dərslər xoşunuza gəldisə, lütfən kanala abunə olmağı, bəyənməni və paylaşım etməyi unutmayın. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.